Vaxtınız xeyir olsun əziz tələbələr. Mən Fərid Qafarov. Bugün sizinlə belə bir maraqlı kub sualının izahına baxırıq. Deyir, birinci şəkil kubun açılış vəziyyətidir. Bu kubun üçünü ikinci şəkildəki kimi yan yana qoysaq, alınmış fiqurun bir üzündə 5, 1, 4 nöqtələri görünərsə, digər üzdə bu kubun nöqtələrinin cəmi ən azı neçə ola bilər? İlk öncə bu tip suallarda biz kubun bilirik ki, qarşı üzləri var. Bunlar heç vaxt bir-birinə bitişik ola bilməz. Kubun qarşı üzləri hansılardır? Baxın, 5 ilə 2. Qeyd edin özümüzə. 5 ilə 2. 4 ilə 3. Bunlar qarşılıqlı üzlərdir. Bir də 1 ilə 6. Bunlar heç vaxt yanaşı gələ bilməz. İndi bizdə belə bir 3 dənə kubu birləşdiriblər. Deyir ki, bunun üst tərəfinə, yəni digər üzündə kubun nöqtələrinin cəmi ən az neçə ola bilər? Ən az soruşursa, baxın diqqətlə. Biz bilirik ki, 5-ə bitişik üzdə 2 ola bilməz. Çünki qarşılıqlı üzlər olduğuna görə. Ona görə 5-ə bitişik üzdə ən az biz nəyə qeyd edə bilərik? Baxın, 5-ə bitişik üzdə ən az 1 var. Deməli, bura ola bilər 1. Sonra 1 olan üzə baxaq. 1 ilə 6-nı biz nə edə bilərik? Yaza bilmərik. Yəni, biz bura bitişik üzə 6 yaza bilmərik. Bəs yaxşı, 1-ə bitişik ən az neçə var? Baxın, 2 var. Ona görə bura 2 yaza bilərim. Sonra da biz buradan bilirik ki, 4 ilə 3-ü biz yanaşı yaza bilmərik. Yəni, bura biz 3 yaza bilmərik. Bəs yaxşı, 4-ə bitişik ən az neçə var? Baxın, 4-ün biz sağ tərəfə yığdığımız zaman nöqtələr olur bu formada. Bir dənə sağa yıxarıq, nöqtələr olur yenə. Yəni, burada heç bir şey dəyişmir. 4-ə bitişik 2 də var, 1 də var. Bizdən ən az neçə ola bilər deyirsə, onda biz 1-i götürürük yenidən. Onda ən az bunların cəmi neçə olur? 1 plus 2 plus 1 eləyir 4. Bir də bu sualın şərti fərqli versiyada var. Necə? Deyir, ən çoxu neçə ola bilər? Yəni, ona uyğunda həll edək. Yəni, belə bir kubluğu yenə. Yəni, bu formada verilib, heç bir şey dəyişmir. Sadəcə olaraq şərtin bu hissəsində deyir ki, ən az neçə ola bilər yox, ən çox neçə ola bilər. Gəlin, diqqətlə baxaq. Yenə biz buradan bilirik ki, 4 ilə 3, 1 ilə 6, 5 ilə də 2 heç vaxt yanaşı ola bilməz. O zaman 5-ə bitişik ən böyük üs, yəni rəqəm olaraq ən böyük olan, biz bu kubu birləşdirdiyimiz zaman 6-nın sağ tərəfi ilə 5-in sol tərəfi birləşir. Yəni 5 ilə 6 birbirine bitişmiş olur. Onda 5-ə bitişik ən böyük deyilsə, biz bura 6 yaza bilərik. Sonra 1 olana baxaq. Biz 1 ilə 6-nı bir yerdə götürə bilmərik. Onda yaxşı, 1-ə bitişik ən böyük üs haradır? 5. Deməli, bura 5 yaza bilərik. Sonra biz buradan bilirik ki, 4 ilə 3-ü yanaşı yaza bilmərik. Bəs yaxşı, onda 4-ə bitişik ən böyük üs hara var? Bunu biz sağa yıxsaq, 4 dənə nöqtələrimiz burada yaranır. Bir dənə sağa yıxsaq, yenə burada 4 dənə nöqtələrimiz yaranır. Bir dənə sağa yıxanda burada yenə 4 dənə nöqtələrimiz yaranır. O zaman görürəm ki, 4-ə bitişik ən böyük olan 6 olur. Onda bunun rəqəmlərin cəmi eləyir 17. Yəni, bu sual 2 formada verilə bilər. Daha doğrusu, burada 2 formada düşür. Bir ən çox soruşur, bir ən az soruşur. Ən az soruşanda 4 olur, ən çox soruşanda 17 olur.